Allah Teala buyurur ki: "Ela inne evliya Allah la khawfun aleyhim ve lahum yahsanun." Allah'ın evliyaları o kəslərdir ki, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Yaxşı, necə mən bilərəm ki, sən övliyasan, mən övliyalardan sayılırım. Allah Teala özü bu ayədə təfsir eləyib, şərh eləyib. "Ellezine amenu ve kanu yettakun." Allah'ın övliyaları o kəslərdir ki, Allah'a iman gətiriblər. Görmədən, elə buna görə də Allah Teala görmədən iman gətirdiklərinə görə möminlər Allah'ı özünü görməyə onları ikram eləyəcək cənnətdə. Allah'ın evliyaları kimlərdir? Allah'a iman gətirən və kanu yettakun və onlar Allah'tan qorxurlar. Hər bir hallarında, Allah'la tək qalanda, insanların içində olanda, hər bir halında Allah'tan qorxandır. Varlıdır, çoxlu neymətlərə sahib olmaq deyil. Ən varlı insan Allah'ın iman verdiği insandır. Allah Teala kime iman veribsə, kimin qəlbində o imanı bəziyibsə, vallahi ona dünya ve ahiret xeyirlərini verir. "Men amile salihan min zekerin ev unsa ve huve mu'min." Allah Teala diyor ki, mümin olarak, mümin olmasan ne edirsense et. Hiçbir şeydir. Dünyada ve ahirette mümin olarak salih emel eden kişiler ve kadınlar ne olacak? فَلَنُحْيَنَّهُ حَيَاتًا طَيِّبًا. Güzel hayat yaşatacağız. Dünyada ve ahirette. Dünyada en güzel hayatı yaşayanlar yine müminlerdir. Niye göre? Çünkü dünyaya geldiği məqsədi bilir. Ne için dünyaya gelip? O məqsədi bilir. O məqsədi yerine getirir. O məqsədə doğru gedir. Hara? Qəbrə tərəf, ölümə tərəf. Ve ona göre Allah Teala onu böyük xeyirlərlə mükafatlandıracaq.